Bir də hər vaxtınız xeyir olsun əziz azarkeşlər. İkincisi də yenidən bir yerdik. Bir də xatırladaq. Onun üçün sözündə durmaylar oynanır. Məs fikrim tamamlasam, onun sözündə qrup oyunları oynanır. Yoxsa biz Bakı və Lekvols komandalarını üzrə görürük. Bakı Fazliyev İndiman hesablarında yollandı. Canavarlar önündə Yusufov. Yusuf'dir. Vurulan yeganə qolun müəllifidir. İkincə başladığı əsnada Əqan Kərimova nəyin etirazını etdilər, o da mən tam anlamadım. Recep Əmidli sarı vərəqə görür. Əli ilə topun qarşısını kəsmişdi. Standart vəziyyət Bakınındır. Fərqi 2 yüksəldərək meydanda daha rahat mübarizə aparmaq istəyirlər. Görə istədiklərinə nail olacaqlarmı? Beybotov standart vəziyyəti yerinə yetirəcək kimi görünür. Top şansının onun ifasında izləyəcək. 2 nəfərdən də ibarət canlı saydı var. Ötürmə. Əlinin zərbəsi top qapının üzərinə meydanı tərk edir. Çərçivəyə düşməyə mümkün olmadı. Hacıyev uzun ötürmədən istifadə edir. Səfərovu qabaqladılar. Qarayev Yusufli rəqibinə yayma bacardı. Ayaq saxladı. Beybotov yenidən Zeyn Yusufli toxunuşlu ötürmələr izlədik. Əl-əl Əkbərli Neymətovun təzyiq var. Əli itirmədi. Beybotov Səfərov özünü sipər edir. Qarayev Xəta Ramazanlı Xətayının qarşısı kəsildi. Yarısı gəlib buraya yarısı etdi. Nə edəcəksən bəs? Səfərov Emilianov Yusufli Əl-əl Əkbərli Beybotov Zeyn Yusufli Sinan Təşili Xətər Ramazanlı meydanda saxlama bacardı. Burada səfərdə qarşı qayda pozulub. Neymətov topu qazanmaq istədiyi əsnada qaydanı pozur. Yusufli Beybotov Xətər Ramazanlı Beybotov Yusufli Ortaya girerdin ha. Gecikmişti. Peki. İbadov Xətayev bir ötürməsi Recep Əmidli. Recep taban ötürməsi. Sili gözlürdü bu ötürməni. Özünü hazırlamışdı. Biləməz. Zeyn özünü meydan tərk etdi. Cavanşir Tahirov. Recep Əmidli. Cavanşirə doğru. Beybotov top meydandan çıxardı. Out. Neymətov.
Hacıyev. Cina doğru Cavanşir. Evde kalır Tayrova karşı qayda pozulub. Bir nəfərdən ibarət şəhid var. Tayrov birbaşa qapı imkanladı. Amma çərçivəyə düşə bilmədi. Qarayev, Xətayev. Ramazanlı. Hərəkət xəttini keçsə ötürməsi. Ələlə Kibərli. Beybotov. Hacıyev, Nemətov. Kenan Səfərov. Tırmaq qısa qaldı, Beybotov araya girdi. Yusifli. Xəta Ramazanlı. Tırmaq keçmədi, Rəcəbdən blok gəldi. Tayrov. Eləydi ev top. Hacıyev, Kenan Səfərov. Səfərov. Top qapının üzərinə meydanı tərk edir. Ələl Əkbərli. Yusifli, Xəta Ramazanlı. Nemətov. Nemətov. Bu akıllıydı. Kardeş gözde de ha. Ya. Gel. Hacıyev. Qarayev. Bir qapıdan digər qapıya zərbə endirmək istədi, digər qapısına. Hacıyevin istiqamət olduğunu gördü. Düşüncə yaxşı idi. Amma zərbə istənilən kimi alınmadı. Tayrov. Nemətov. Beybotov. Xətayev bıraktı topu. Ələl Əkbərli. Əlinin zərbəsi. Qapının üzərinə meydanı tərk edir. Səsə düşmək mümkün olmur. Əksəmlə başlayır. Beybotov. Tamam. Güzel. Gel. Xəta Ramazanlı. Rəcəbin bir müdaxiləsi var idi. Cavanşir Tayrov. Yusifli. Beybotov. Hüseyin Yusifli. Davam ötürməsi Beybotov. Qarayev. Bəli, bundan sonra 12-ci sezonun finalı var. Orada baxıb maçdağa finalı.
Qarayev. Əlləlik bəlli. Xəta Ramazanla. Ramazanla cina dəyişdi. Yusif ayaq saxladı. İbadov. Bilmir. Qarayev. Qarşı kəsildi. Beybutov qazandı. Xətayev çevirdi. Beybutov. Açdı topanı. Rəcəb Əmidli. Əlindən blok gəldi. Fərid. Cavad Qarayev top ələ keçirir. Mardı gəlmir. İbadov. Aleykümselam xeyr. Final bundan sonradır. 22:00'da. Yusifli. Xəta Ramazanlı. Bəli. Bəli. Cavanşir Tahirov sarı vərəqi görür. Vəliyev birbaşlı qapı envalladı. Sanlı seyirdə açdı top. Amma Acevi keçə bilmədi. Sürüşəm hesabda minimal hesablı bir üstünlük var. Bir gol oyunun seyrini taleyini dəyişə bilər. Beybutov. Yusifli. Rəcəbin ötürməsi. Acev. Xəta araya girdi. Ramazanla ötürmə. İbadov. Yenidən də Ramazanla qaytarmaq olardı. Yusifli. Xətayev. Keçə bilmədi rəqibini. Rəcəb Əmidli. Fərid. Xətayev. Biraz hareket elə ya da bir dəqiqə dəyişir. Abi elə bilmərəm, nə olsun biraz hareket elə. Ay qadan boyu. Cavad Qarayev. Acev. Ama ne ediyorsun? Bir boşluk mu? Yerini çok saçma. Allah'ım Qarayev. Vəliyev. Deyğanla topu ötürmə verdi. Xətayev. İbadov. Kənan Səfərov. Ləqvobusun əmrəsini istəyib. Tahirov. Tahirov qayda pozulub. Yəni Beybutov qaydanı pozulub. Bəli. Baba oyna canım.
Fəqən Kərimov Beybutov yanına çağırır. Sanki Beybutov bir qədər gizlənmək istədi. Bu vərəqədən qaçmaq istədi. Epizodda qaydanı pozduqdan sonra texniki zona yollandı. Fəqən Kərimov isə onu tapdı və sarı vərəqəni göstərdi ona. İbadov əksəmlə başladı Bakı adına. Cavid İbadov, yerlə Zərbacıyev. Cavad Qarayev yenidən İbadov təzyiq edir qazanmaq üçün. Onun əvəzinə isə Elvin Mirzəyev meydana daxil olub. Da görüşdə vaxta tükənir artıq. Xətayev. Hüseyin Yusufli. Ramazanlıya imkan verilmədi. Cavanşir Tahirov. Oradan icadla Tural Qarayev. Toqquşlar sanki. Cavanşir. Gel. Elvin Mirzəyev. Hacı. Yerli ötürmə orada Nicatdan öncə Tural Vəliyev. Adı yerinə yetirilir. Səfərov. Çengil zərbə indirdi. Çox qədər təhlükəli həmlə idi. Amma gol gəlmədi. Vəliyev. Elvin Mirzəyev. İbadov. Ramazanlı. Elben oğlan. Ay Toro. Al. Elbe götürmeli. İnsan yakın ol. Tamam, gel. Yakın ol. Tamam. Bravo, Fred. Qarayev. Xətaya doğru Ramazan Ramətli. Xətaya bir ara ötürməsi keçmir. Tural düşmüşdü, Vəliyev düşmüşdü. Şimdi yaxşı ötürməsindən 2 bal alınır. Azim. Cavanşir Tahirov. Nicat Abdullayev Cinadı eşidim. Qarayev qabaqladılar.
Kərimov qapıdan zərbəni işarə edir. Cavad. Recep Emili. Bir qədər sərt etiraz. Sarı vərəqi görüləcək. Cenk Yusifli. Cavanşir Tahirov. Tahirov. Zavod Qarayev. Çevirdi topu qapıya. Qarayev fəkləndir. Aslında sarı vərəqə var. Təqdimətə gol yazılır. 1-1. Hesab bərabərləşir. Beybotov. Qatar Ramazanov. Beybotov. Yerli oturma Cenk Yusifli. Elvin Mirzayev. Qarayev yeniden Elvin oynadı. Ferit. Beybotov. Aziyevlə əksəmlə başlayır. Cavanşir Tahirov. Cinayətə dəyişmə olar. Tahirov özü zərbə indirdi. Beybotov qarşıladı. Xəta Ramazanlı. Recep. Elvin Mirzəyevdən top meydanı tərk edir. Kenan. Recep Emili. Yusifli Xətayev. Beybotov ve gol. Ferit Beybotov. Bizi zərbə indirdi. Yerlə zərbə. Qapısını qafilə vuladı. 2-1. Bakı öne keçir. Bakı 2, Black Wolves 1. Beybotov. İbadov. Cenk Yusifli. Recep. Elvin Mirzayev. Mirzayev. Beybotov eksemle başlıyor. Hacıyev araya girdi. Cavad Qarayev. Qarayevin zərbəsi keçmir.
Xəta Ramazanlı. Ceyn Yusifli. Fəqan Kərimov qarşılaşmanı bitirdi. Maraqlı bir mübarizə izlədik. Bakı 2-1 hesabı ilə Ləkvolvusu məğlub edir. Bu gözləm üçün hər iki komanda təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirəm. Sağ olun, salamat qalın.